2026-cı ildə bürcləri nə gözləyir? Bu ilin sürpriz 3 bürcü hansıdır? Hansı bürclər varlanacaq və ya kimlər maliyyə ilə bağlı çətinliklərlə üzləşəcək? Müəyyən bürclər gəlirlərini əhəmiyyətli dərəcədə artıra biləcəklər, qalanları isə xərclərini daha ağıllı şəkildə xərcləməli olacaqlar. Yerin Qulağı kanalı 2026-cı ildə bürclərlə bağlı proqnozları təqdim edir. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. 2026-cı il sadəcə yeni bir il deyil. Pul, karyera, şəxsi qərarlar, köç, ayrılıq və yeni başlanğıclar bu ilin əsas mövzularıdır. Kimisi qazancını 2 qat artıracaq, kimisi səhv addımlar uzbatından itkilərlə üzləşəcək. Ulduzlar açıq deyir, 2026-cı il risk alanların ili olacaq, amma düşünmədən risk edənlərin yox. 2026-cı il at ilidir. At ilində bürcləri bu yeniliklər və bəlalar gözləyir. Qoç bürcü 21 mart 20 aprel. 2026 qoçlar üçün hərəkət və risk ilidir. İllərlə düşündüyünüz, amma cəsarət etmədiyiniz addımı bu il atacaqsınız. Karyera, yeni iş, rəhbərlik, biznes üçün ideal dövrdür. Risk var, amma düzgün qərarla böyük qazanc mümkündür. Hərəkətə keçməyin vaxtıdır. İyunun 30-una qədər təməlinizi möhkəmləndirin. Sonra fikirlərinizi dünya ilə bölüşün. İyulun sonundan romantik bir canlanma mümkündür. Boğa bürcü 21 aprel 21 may. 2026-cı il sabitlik və tədricən böyümə hissi gətirəcək. Maddi baxımdan ən məhsuldar illərdən biri ola bilər. Xüsusilə daşınmaz əmlak, torpaq, ev, avtomobil kimi mövzularda şanslısınız. Pul sanki tədricən, amma stabil şəkildə həyatınıza daxil olacaq. Əsas məsələ səbrinizi qorumaqdır. Tələsib səhv investisiya etsəz, ilin ortasında çətinlik yaşaya biləcəksiniz. Amma doğru qərarlarla ilin sonuna doğru gəliriniz artacaq və özünüzü daha güvənli hiss edəcəksiniz. Vaxtınızı və enerjinizi nəyə sərf etməyə hazır olduğunuzu dəqiq müəyyən edəcəksiniz. Münasibətlərdə sakitlik və proqnozlaşdırma mərkəzi yer tutacaq. Əkizlər bürcü 22 may 21 iyun. 2026-cı il əkizlər üçün dəyişiklik ilidir. İşinizi, yaşadığınız yeri, hətta həyat tərzinizi dəyişmək ehtiyacı hiss edəcəksiniz. Pul mövzusu bir qədər dalğalı olacaq. Bəzi aylarda qazancı artacaq, bəzi aylarda isə qəfil xərclər çıxacaq. Bu il diqqətinizi daraltmağı və lazımsız şeylərdən imtina etməyi tələb edəcək. Bir vaxtlar sizi valeh edən şey birdən-birə mənasını itirə bilər. İşdə bir istiqamət seçmək və özünüzü çox daraltmağı dayandırmaq vacibdir. Bu nəticə verəcək. Şəxsi həyatınız daha az səy göstərməkdən ibarət, daha dürüst olacaq. Xərçəng bürcü 22 iyun 22 iyul. 2026-cı il sərhədlər və daxili dözümlülüklə bağlıdır. Əvvəllər normal görünsə belə, başqalarının problemlərini öz üzərinizə götürməyi dayandıracaqsınız. İşdə gərgin anlar ola bilər, amma məhz bu anlar dəyərinizi tanımağınıza və mövqeyinizi gücləndirməyinizə kömək edəcək. Münasibətlər daha az xəyali və daha aydın olacaq. Bu il sizə özünüzə yalnız sözlərlə deyil, həm də real hərəkətlərlə qayğı göstərməyi öyrədəcək. Pul, ev, ailə və şəxsi təhlükəsizlik mövzuları ilə birbaşa bağlı olacaq. İlin ikinci yarısında gəlir artımı daha aydın hiss olunacaq. Şir bürcü 23 iyul 23 avqust. İmkanlar çox olacaq, amma hamısını ələ keçirmək olmaz. Şəxsi həyatınızda yalnız mövqeyinizi müdafiə etməkdənsə, tərəfdaşınızı dinləməyi öyrənmək vacibdir. Özünüzə qarşı nə qədər dürüst olsanız, nəticələriniz bir o qədər sabit olacaq. Şirlər üçün səhnəyə çıxmaq ilidir. Əgər istedadınız varsa, bu il onu gizlətmək mümkün olmayacaq. Pul əsasən tanınma, şəxsi brend, rəhbər vəzifə və liderlik üzərindən gələcək. Amma diqqət edin, xərclər də artacaq. Göstəriş üçün pul xərcləmək sonradan peşmanlıq yarada bilər. Doğru idarə etməklə 2026-cı ili siz həm status, həm də ciddi gəlirlə bitirə bilərsiniz. Qız bürcü 24 avqust 23 sentyabr. Sakit, məhsuldar bir il olacaq. Hara səy göstərməli olduğunuzu və harada nəzarətinizi azaltmalı olduğunuzu daha aydın görəcəksiniz. Maliyyə məsələlərində hesablama və ardıcıllıq vacibdir. Bunun müqabilində rahatlıq hissi gələcək. Münasibətlərdə sözlər deyil, hərəkətlər dəyərləndirilir. Qız bürcü üçün 2026-cı planlama və nəticə ilidir. Artıq xəyallarla yox, konkret addımlarla irəliləyəcəksiniz. İlin əvvəlində qazanc az görünə bilər, amma ilin ortasından sonra səbriniz bəhrəsini alacaqsınız. Əlavə gəlir mənbəyi açmaq bu il sizin üçün çox uğurlu olacaq. Tərəzi bürcü 24 sentyabr 23 oktyabr.
Tərəzilər üçün 2026-cı il seçim ilidir. İki yol arasında qalacaqsınız. Rahatlıq yoxsa risk. Pul məsələsində risk alan tərəzilər qazanacaq. Xüsusilə ortaq işlər, partnyorlu layihələr, xarici əlaqələr gəlir gətirə bilər. Amma etibar məsələsində diqqətli olmalısınız. Yanlış insanlara güvənmək maddi itkiyə səbəb ola bilər. Düzgün seçimlə ilin sonunda maliyyə baxımından güclü mövqedə olacaqsınız. Şəxsi münasibətlərinizdə vacib mövzulardan qaçınmaq mümkün olmayacağı zaman həqiqəti görmək şansınız yaranacaq. Əqrəb bürcü 24 oktyabr 22 noyabr. Əqrəblər üçün 2026-cı il köhnə dövrün bağlanması deməkdir. Pul mövzusunda riskli, amma strateji addımlar atacaqsınız. Bəziləri kredit, borc, investisiya ilə məşğul olacaq. Əgər hesablamanı düzgün etsəniz, böyük qazanc mümkündür. Bu il pul sizin üçün güc simvoluna çevrilir. Amma hər şeyi nəzarətdə saxlamaq şərti ilə. Məqsədlərə, pula və münasibətlərə fərqli baxmağa başlayacaqsınız. Bəzi dəyişikliklər itki kimi görünə bilər, lakin zaman ötdükcə yeni imkanlar açılacaq. Oxatan bürcü 23 noyabr 21 dekabr. Oxatanlar üçün 2026-cı il genişlənmə ilidir. Səyahət, xarici işlər, onlayn qazanc, yeni bazarlar ön plana çıxacaq. Pul qazanmaq üçün sərhədləri aşmalı olacaqsınız. Yerində sayan oxatanlar üçün bu il çətin keçə bilər, amma risk edənlər üçün maddi baxımdan çox uğurlu olacaq. İlin sonunda gəlirin əvvəlki illərlə müqayisədə xeyli artacaq. İşdə və ya təhsildə yeni istiqamətlər mümkündür. Şəxsi həyatınızda hərəkət naminə hərəkət yox, dinclik tələb edəcəksiniz. Oğlaq bürcü 22 dekabr 20 yanvar. Oğlaqlar üçün 2026-cı il zəhmətin qarşılığını alma ilidir. Uzun illər çalışdığınız sahədə yüksəliş, vəzifə artımı və ya sabit yüksək gəlir mümkündür. Pul yavaş, amma davamlı gələcək. Bu il sizi ən çox sevindirən şey maddi sabitlik olacaq. Amma sağlamlığınızı və şəxsi həyatınızı da unutmayın, çünki hər şey pul deyil. İl gözə çarpan nəticələr gətirəcək və səylərinizi doğruldacaq. İşdə yüksəlmə mümkündür, lakin bununla birlikdə məsuliyyət də artacaq. Maliyyə sabitliyi də artacaq. Dolça bürcü 21 yanvar 19 fevral. Dolçalar üçün 2026-cı il fərqlilik ilidir. Standart yollarla yox, fərqli ideyalarla pul qazanacaqsınız. Texnologiya, internet, startap və yaradıcı işlər sizə gəlir gətirə bilər. Amma bu il sizə maddi risklər də ola bilər. Qazanc böyük olacaq, itki də. Ağıllı planlama ilə bu ili öz xeyrinizə çevirə bilərsiniz. Keçmişə nə qədər az yapışsanız, dəyişiklik bir o qədər asan olacaq. Köhnə nümunələri artıq işləmir və bu olduqca tez bir zamanda özünü göstərəcək. Balıqlar bürcü 20 fevral 20 mart. Balıqlar üçün 2026-cı il intuisiya ilidir. Pul mövzusunda iç səsinə güvənmək bu dəfə sizi yanıltmayacaq. Yaradıcılıq, sənət, musiqi, dizayn və xidmət sahələri gəlir gətirə bilər. İlin əvvəlində maddi tərəddüdlər olsa da ilin sonuna doğru rahatlıq gələcək. Əsas məsələ öz dəyərinizi ucuza satmamaqdır. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və yazmağı unutmayın.